Dəsbinə xatunun çadırı. Gecə. Dəsbinə xatun çadırın içində bir xalı üzərində oturub, qarşısında yanan şamın titrək işığında fikrə gedib. Aləmşah bəyim də anasının yanında əyləşib, sakitcə onun üzünə baxır. Atan, təkcə səni deyil, bizi, ailəmizi, soyumuzu, dövlətimizi düşünür. Qızım, hamımızın taleyi dövlətimizin gələcəyinə bağlıdır. Sənin də gələcəyin həmçinin. Mənim gələcəyim, ana mən. Dəsbinə xatun qızının gözlərinə diqqətlə baxır, sanki nə demək istədiyini anlayır. Qızım, bu dünya belədir. Bizim taleyimiz dövlətin taleyi ilə bağlıdır. Mən də bir vaxtlar fərqli düşünürdüm. Amma indi anlayıram ki, hökmdar ailəsinin qisməti dövlətin rifahı ilə əlaqəlidir. Aləmşah bəyin fikrə gedir. Bir anlıq susur, sonra yenidən anasına baxır. Sən atamın niyyətini bilirsən, deyilmi? Bəli, bilirəm. Atan səni Şeyx Heydərə ərə vermək istəyir. Şeyx Heydər, o ağıllıdır, mərddir, amma səncə bizim taleyimiz necə olacaq? Lap başını itirmişəm. Bu təkcə izdivac deyil, qızım. Bu bir dövlət işidir. Sənin bir ailə qurmağınla yeni bir imperiyanın təməli atıla bilər. Ağqoyunlular və Səfəvilər birləşsə, yeni bir güc meydana çıxar. Yeni bir imperiya? Bəli, atam bilir ki, gələcəyi təkcə qılınc gücü ilə qurulmaz. Heydər təkcə sərkərdə deyil, o insanların qəlbini qazanmağı da bacarır. Əgər o Səfəviyyə dərvişlərini arxasına alsa, Əbu Səid məğlub ediləndən sonra zaman gələcək, bu torpaqlarda yeni bir dövlət yaranacaq. Bəs mən bu dövlətçiliyin harasında olacağım, ana? Sən onun sütunu olacaqsan, Aləmşah. Tarixdə qadınlar təkcə analar, övladlar deyil, həm də dövlətin dayağı olublar. Mən də sənin ananam. Amma bu çadırın içində bir xatunam, hökmdar yoldaşıyam. Sən də bir gün belə olacaqsan. Aləmşah bəyin başını aşağı salır, anasının dediklərini dərk etməyə çalışır. Dəsbinə xatun qızının saçlarını oxşayaraq pıçıltıyla əlavə edir. Unutma qızım, bəzən dövlət qurmaq üçün qadınlar da qılınc kimi kəsərli olmalıdırlar. Amma onların gücü sevgi və hikmətlə yönəlir. Sən öz taleyini qəbul edəndə bu torpaqlara bir sabah bəxş edəcəksən. Səhnə qızılı şam işığında ana və qızın sakit, lakin dərin düşüncələrlə dolu baxışları ilə tamamlanır. Dağlıq bir mənzərə, gecədir. Ay işığında iki sürüyet dayanır. Şeyx Heydər və oğlu Məhəmməd bir qayalığın üstündə dayanıb dərin fikirlərə dalırlar. İlahi bir sakitlik hökm sürür. Uzaqdan ordugahdan gələn at kişnəmələri və meşənin kölgələr arasında əsməsi eşidilir. Heydər, biz tezliklə bu torpaqlarda tarix yazacağıq. Sabahın taleyi isə bizim qılınclarımızın ucu ağıllarımızın kəskinliyi ilə müəyyən olunacaq. Qılınc, qəlbin niyyəti olmadan sadəcə soyuq dəmirdir, Məhəmməd. Tarix ancaq qəlbin təmizliyi və xalqın birliyi ilə yazılır. Bəs qardaşım Mirzə Xəlil, o da bu tarixin bir hissəsidir. Əgər atama bir şey olarsa bilmirəm, bizim münasibətimiz və taxt-tac necə olacaq? Qardaşların qılıncı, qardaş qanına batanda millət bölünür, dövlət zəifləyir. Ancaq bizim amalımız, birliyimiz olmalıdır. Türk tayfaları bir-birinə diş qıcıyanda, şimaldan gələn təhlükə boynumuzu vurar. Şirvanşahlar, Bəli,
Şirvan həmişə güclünün yanında olmaq istəyir. Amma biz zəifləsək, onlar da arxamıza keçəcək. Bəs biz nə edək şeyx? Biz qəlbi təmiz olanların gücünə inanmalıyıq, şəhzadə. Mənim təmənnam yoxdur. Amma gələcək mənim gözlərimdə aydın görünür. O gələcəkdə vahid bir imperiya var. Bütün Türk elinin birləşdiyi, vahid bayraq altında bir millət kimi qalxdığı bir gələcək. Gələcək biz şeyx Heydər. Biz varıq, daima var olacağıq. Şeyxin gözlərində nəysə fərqli baxış var. Uğurlu Məhəmməd isə ancaq taxt-tac haqqında düşünür. 1469-cu il Mahmudabad düşərgəsi. Qar yağır. Ağqoyunlu ordusunun hücumları ilə Teymuri qoşunu darmadağın olunur. Çadırlar yandırılmış, yerə səpələnmiş cəsədlər görünür. Şeyx Heydər və Uğurlu Məhəmməd at belində döyüş meydanına baxırlar. Çadırın içində isə Sultan Əbu Səid əsir vəziyyətdə oturur. O bitkin və əzgin görünür. Qapı açılır, Sultan Həsən içəri daxil olur. Sen ki Çingiz Han nəslindensən. Necə oldu ki bu hala düşdün? Hə? Əbu Səid, Sən Qara Yusifin intiqamını Teymur nəslindən aldın. Baxmayaraq ki, sizinkilər o vaxt babamın yanında yer almışdı. Mənimsə taleyim indi sənin əlindədir, Sultan Həsən. Ancaq unutma, zaman fırlanan çaxdır. Bugün sən qalibsən, sabah isə bilmək olmaz. sən illərlə bu torpaqlara hökmdarlıq etdin. Amma xalqın səni sevmədi. Sənin məğlubiyyətin mənim qılıncımdan deyil, səltənətinin kökündəki çürük təməldəndir. Məgər sən məndən fərqlisən? Mən bu dövləti gücləndirmək üçün çalışıram. Türk birliyini yaratmaq üçün. Turan üçün çalışıram. Amma sən yalnız özünü düşünürdün. Ona görə də sənin üçün vuruşanları belə qoruya bilmədin Əbu Səid. Əbu Səid susur. Sultan Həsən çadırın qapısına yaxınlaşır. Bir anlıq dayanır, sonra geri dönür və Əbu Səidə bir xəncər, bir də qalın ip verir. Sənin səltənətin burada bitdi. Tarix səni unutmayacaq. Amma yadına düşəndə ancaq məğlub bir hökmdar kimi hatırlayacaqlar. Sultan Həsən çadırdan çıxır. Əbu Səid əlindəki xəncərə və ipə baxır. İkisindən birini seçmək ağır gəlir ona. Ancaq daha başqa çıxış yolu yoxdur.